ما في ستة أيام ثم استوى على العرش الرحمن فاسأل به خبيرا. وإذا قيل لهم اسجدوا للرحمن قالوا وما الرحمن أنسجد لما تأمرنا وزادهم نفورا. تبارك الذي جعل في السماء بروجا وجعل فيها سراجا وقمرا منيرا. تبارك الذي جعل في السماء بروجا وجعل فيها سراجا وقمرا منيرا. وهو الذي جعل الليل والنهار خلفة لمن أراد أن يذكر أو أراد شكورا. وعباد الرحمن الذين يمشون على الأرض هونا وعباد الرحمن الذين يمشون على الأرض هونا وإذا خاطبهم الجاهلون قالوا سلاما. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bugün
mayın 24'ü 2025-ci il. Tədbirimizi xoş gördük. Bugün eyni zamanda 5-ci məsum İmam Həzrət İmam Muhammed Baqir Əleyhisselamın şəhadət günüdür. Mən İmam Muhammed Baqir Əleyhisselamın şəhadət günü münasibəti ilə başda İmam Zaman ağa olmaqla bütün əhl-i beyt dostlarını, müəzzəm, izzətli rəhbər Seyyid Mustafa Xamenei cənablarını, digər məraziyə təsliyyət və başsağlığı deyirəm. Allah inşallah İmam Muhammed Baqir Əleyhisselamın ziyarət və şəfaətini bizə nəsib eləsin. Əziz izləyicilər, eyni zamanda canlıda hal-hazırda olan izləyicilər də salamlayıram və xahiş edirəm, səslə və görüntü ilə bağlı bilgi versinlər. Səs və görüntü necədir, zəhmət olmasa onu bizə bildirin və biz qarşıdakı dəqiqələrdə bir çox məsələlərə münasibət bildirəcəyik, bir çox mövzuları sizin diqqətinizə çatdırmaq istəyirik və həmişə olduğu kimi sizdən ricamız, xahişimiz bundan ibarətdir ki, canlını bəyənin, Sabit Cabbarlı YouTube kanalına əgər abunə olmamışsınızsa abunə olun, paylaşım edin və eyni zamanda yorum yazmağı da unutmayın ki, bizim canlımız, digər videolar anında sizin qarşınıza çıxsın və eyni zamanda daha çox insana çatmış olsun. Əziz izləyicilər, diqqətinizə çatdırdığım kimi bugün Zilhiccə ayının 7-sinə təsadüf edir. Bu həm də o deməkdir ki, 3 gün sonra Qurban Bayramıdır və Zilhiccə ayının 7-si 5-ci məsum İmam Həzrət İmam Muhammed Baqir Əleyhisselamın şəhid olduğu gündür. İmam Muhammed Baqir Əleyhisselam Hicri təqvimi ilə Rəcəb ayının 1-i 57-ci il Mədinə şəhərində dünyaya gəlir. Atası İmam Əli ibn Hüseyin olur və el arasında, daha doğrusu daha çox məşhur ləqəbləri Zeynül Abidin və İmam Səccad kimi məşhur ləqəblərə sahibdir. İmam Səccad Əleyhisselam İmam Hüseyin Əleyhisselamın oğludur. Yəni İmam Muhammed Baqir Əleyhisselamın babası, ata babası bizim Kərbəla qəhrəmanı 3-cü məsum İmam Hüseyin Əleyhisselamdır. İmam Muhammed Baqir Əleyhisselam həm də yeganə imamdır ki, həm ata tərəfdən, həm ana tərəfdən deməli, imamlara bağlanır. Həzrət Əleyhisselamın nəslinə bağlılığı var. Çünki İmam Muhammed Baqir Əleyhisselamın atası da, anası da İmam Həsən Əleyhisselamın qızıdır. Və beləliklə həm İmam Həsən, həm İmam Hüseyin Əleyhisselam bunlar hər ikisi 5-ci məsum İmam Muhammed Baqir Əleyhisselamın babalarıdırlar. İmam Muhammed Baqir Əleyhisselam öz adı Muhammeddir, Muhammed ibn Ali. Baqir onun ləqəblərindəndir, çox məşhur ləqəblərindəndir. Və nəhayət Hicrətin 114-cü ili bugün Zilhiccə ayının 7-si Mədinə şəhərində Mərvanilər xəlifələrindən olan Hişam və Əbdülməlikin tərəfindən vasitəsilə şəhid edilərək İmam Mədinə şəhərində şəhadət məqamına qovuşdu 57 yaşında. Onun müqəddəs şərif, şərafətli və müqəddəs məzarı da Bəqi qəbirstanlığındadır. Bəqi qəbirstanlığında
deməli, bizim 4 məsum imamımızın məzarı var. İmam Həsən əleyhissalam 2-ci məsum imam, 4-cü məsum imam, İmam Zeynul Abidin, öz adı ilə desək, İmam Əli ibn Hüseyn və 5-ci imamımız İmam Muhammed Baqir əleyhissalam və 6-cı imamımız İmam Cəfər Sadiq əleyhissalam. Beləliklə, İmam Muhammed Baqir əleyhissalam ana babası, atası və oğlu birlikdə bunlar Bəqi qəbirstanlığında, məzarları Bəqi qəbirstanlığındadır. Allah inşallah bizə bu məsum imamların ziyarətlərini və eyni zamanda şəfaətlərini bizə nəsib eləsin. Mən niyə Bəqi qəbirstanlığını xüsusi qeyd etdim? Bəqi qəbirstanlığı Mədinə şəhərindədir və Mədinə, Məkkə onlar Hicaz hesab olunurlar və artıq illərdir Səud rejimi, Vəhhabi Səud rejimi tərəfindən işğal altındadırlar. İmamlarımızın məzarları bugün işğaldadır, belə demək olar və Vəhhabilər o məsum imamların məzarlarının ziyarətinə də əngəllər törədirlər, müəyyən maneələr yaradırlar və onlar deməli öz şiyələri tərəfindən normal şəkildə ziyarət edilmir məsum imamların məzarları. Əziz izləyicilər, mən İmam Muhammed Baqir əleyhissalamdan bir hədis sizin xidmətinizə oxumaq istəyirəm. Sonra əlbəttə ki, bir günün mövzularını izah eləyəcəyik. Bu gün də deməli, ölkədə və dünyada baş verən bir çox mövzular var. Biz o mövzulara toxunacağıq və eyni zamanda izləyicilərin yorumlarını da diqqət edəcəyik. Siz bəyənmələri artırın, yorum yazın, paylaşımlar edin ki, daha çox izləyicinin qarşısına çıxsın bizim canlımız və eyni zamanda Cavid Cabbarlı YouTube kanalına əgər abunə olmamışsınızsa, abunə olun ki, bizim canlılar, videolarımız anında sizin üçün əlçatan olsun. İmam Muhammed Baqir əleyhissalam Qeybət-i Nu'mani kitabında bir hədis nəql olunur imamdan. İmam buyurur ki, İsbiru ala əda'il fəraiz və sabiru əduvvəkum və rabitu imaməkumul muntəzər. İmam bu hədisdə öz tərəfdarlarına üç tövsiyə eləyir. Biri budur ki, deyir, vacib göstərişləri, vacib ibadətləri yerinə yetirməkdə səbirli olun. Vacibləri yerinə yetirmək, bu bir səbir istəyir. Bəzən insanlar səbirsizlik göstərib vacibatı tərk edirlər. İmam isə vacibatın əda olunmasında, yerinə yetirilməsində səbrin önəminə diqqət çəkir və öz tərəfdarlarına vacibləri yerinə yetirməkdə səbirli olun göstərisi verir. Və sabiru aduvvəkum və eyni zamanda düşmənlərinizə qarşı da dözümlə, səbirlə, mətanətlə davranın göstərisi verir. Düşmən, başqa hədislərə biz bu hədisi deməli, baxanda başqa hədislərin gözü ilə düşmən, daha doğrusu mövzusunun düşmən terminini açmaq üçün düşmən həm insanın öz cəhaləti, həm xarici düşmən və Peyğəmbərin hədislərinə müraciət edəndə, Uhud döyüşündən qaydanda o Uhud döyüşünü cihad-ı əsğər adlandırdı Peyğəmbər, balaca cihad. Nəfslə savaşmağı, insan öz cəhaləti ilə üzrə qalmağı, öz cəhaləti ilə savaşmağı cihad-ı əsğər adlandırır, böyük cihad adlandırır. Düşmən deyəndə təkcə biz əlbəttə ağlımıza gələn ilk düşmən bugün İslamın düşmənləridir. Epstein koalisiyası başda olmaqla,
işğalçı rejim, ABŞ, İngiltərə, imperializm qüvvələr, sonra bunlar hamısı İslamın düşmənləridirlər. Əgər biz özümüzü müsəlman hesab ediriksə, İslam özümüzü hesab ediriksə, bunların hamısı bizim görünən düşmənlərimizdir. Bunların hamısı bizim üçün düşmən elan edilməlidir və düşmən kimi biz bunlardan rəftar etməlidir. Amma bir düşmən də bizim özümüzdədir, içimizdədir. Bizim cəhalətimizdir, bizim bilmədiklərimizdir, bizim nəfsimizdir. Hansı ki o cəhalət, o nəfs, o şəhvani hisslər bizi Allahdan uzaqlaşdırır və düşmən ona deyirlər ki, o düşmən insana pislik etmək istəyir, insanı zəlalətə sürükləyir, insanı xusrana aparır. Fərqi yoxdur. Zahiri deməli, insanlar, kəslər, kimlər olursa olsun, bizi əgər zəlalətə sürükləyirsə, o da düşməndir. Öz cəhalətimiz, öz bilgisizliyimiz, şəhvani istəklərimiz, öz nəfsli istəklərimiz bizi əgər zəhalətə aparırsa, bizi xusrana uğradırsa, onlar da bizim üçün düşmən hesab olunurlar. İmam buyurur ki, və sabiru aduvvəkum və düşmənlərin qarşısında səbirli olun, düşmənin qarşısında deməli, gözümlü olun, təmkinli olun, düşmənin qarşısında, düşmənə tezliklə təslim olmayın. Bu həm daxili düşmənə aiddir, dediyim kimi, həm xarici düşmənə aiddir. İmamın üçüncü tövsiyəsi və rabitu imaməkumul muntəzər və gözlədiyiniz imamınızın gözlədiyiniz imamın üçün özünüzü hazır edin, hazırlaşın, əlaqə qurun və yaxud da hazırlaşın ki, hansı ki o imamınızdır ki, o imamı siz gözləyirsiniz. Yəni, bunu biz əgər öz dövrümüzə aid eləsək, əlbəttə ki, İmam Muhammed Baqir əleyhissalam İmam-ı Zamanın intizarında olmağı bizə tövsiyə edir. Baxın, hansı tövsiyələr önəmlidir? Biz bu tövsiyələr sanki bir günümüzün doktrinasıdır. İslam dünyasının, Şiə aləminin doktrinası kimi də biz bunu qəbul edə bilərik ki, birinci vacibə riayət etmək, Allahın vaciblərinə yerinə yetirmək, təbii ki, vacibatı yerinə yetirmək, bunun əksi isə haramlardan çəkinmək. Bu birinci qırmızı xəttdir, birinci şərtdir. Müsəlmanın birinci şərti vacibatı yerinə yetirib haramdan çəkinməkdir. Düşməni tanımaq kimi bir məsuliyyət qoyur bizim boynumuza. Biz həqiqətən günümüzdə çox ciddi problemlərlə üzləşirik və o problemlərin əsası düşməni tanımamağımızdır. Biz düşməni bilmirik, bizim düşmən kimdir. Düşməni düzgün ayırt edə bilmirik. Düşmənlə adətən olursun ki, bizim İslam düşmənləri ilə, öz düşmənlərimizlə, bəzən bu cəhalətimiz üzündən və şəhvani istəklərimiz üzündən bəzən düşmənlə gəlib dost oluruq, bəzən düşmənlə qol boyun oluruq və o da rahatçılıqla, heç bir əziyyət çəkmədən bizi məhv eləyə bilir və bizi sustura bilir, bizi aradan götürə bilir. İmam Muhammed Baqir əleyhissalam ikinci göstərişində düşmənlə ehtiyatlı davranmağı, tanımağı, əslində bu sözlərin hər birinin kifayət qədər geniş izaha ehtiyacı var və bunları haqqında dediyim kimi, bu hədis mən ona görə seçdim ki, İmam Muhammed Baqir əleyhissalamın hədislərinin içindən mən bu hədisi seçdim. Ona görə ki, bu hədisin içində bu günümüzə aid olan ciddi bir yol xəritəsini mən hiss etdim, yol xəritəsi gördüm. Əgər İmam Muhammed Baqir əleyhissalamın tərəfdarları, yəni bizlər, biz bu hədisi götürüb buna əməl eləməyə cəhd etsək, həqiqətən çox böyük bir müvəffəqiyyətə nail ola bilərik. Üçüncü əsas məsələ İmam-ı Zamanla bağlıdır. İmam-ı Zamanın intizarında olmaq və İmam-ı Zamanla əlaqələri möhkəmləndirmək və rabitəni möhkəmləndirin, əlaqə saxlayın. Və yaxud da bunu tərcümədə müəyyən tərcümələr veriblər.
İmam Zamanın gəlişinə hazır olun, ondan sonra amadə olun, özünüzü imamın gəlişinə hazırlayın. Çünki bir mənalı olaraq biz İmam Zamanın zuhuru ilə bağlı danışanda bu cümləni xüsusi qeyd etməliyik ki, əgər biz İmam Zamanın gəlişinə hazırlanmasaq, İmam Zamanın gəlişi uzanacaq. Əslində mən fikirləşirəm ki, biz İmam Zamanın gəlişi cümləsini, yəni terminin əvəzinə İmam Zamanı gətirmək terminini işlətməliyik. Çünki İmam Zamanın zuhur etməsi, Allah onun zuhurunu inşallah tezləşdirsin. İmam Zamanın zuhur etməsi möminlərin, şiələrin, onun tərəfdarlarının hazır olmasına bağlıdır. Yəni həm də ona bağlıdır. Şərtlərdən biri də budur ki, gərək o mühit yarana, İmam Zamanın gəlişi üçün bir münbit şərait formalaşar. Ona görə münbit şərait formalaşmalıdır ki, bir qrup, bir qovm çıxmalıdır ortaya, İmam Zamanın təhlükəsizliyini üzərinə götürməlidir, güclü bir qüdrətə sahib olmalıdır ki, İmam Zamanı düşmənlərin deməli, təhdidindən, düşmənlərin təhlükəsindən qoruya bilsin. Bu önəmli məsələdir. Ona görə də əgər biz İmam Zamanın zuhurunun tezləşməsini istəyirik ki, buna ehtiyac duyuruqsa əgər, bunun üçün çoxlu dualar etməliyik və çalışmalıyıq, ilk çalışma özümüzü hazırlamaqdır. Özümüzü hazırlamaq da birincisi, vacib ibadətlərimizi yerində, vaxtında, səliqə ilə, mənəviyyətlə, xalis niyyətlə eləməkdir. Əgər biz vacib ibadətimizə əhəmiyyət verməsək, o deməkdir ki, artıq İmam Zamanın zuhuruna hazırlaşmayıq. Biz öz nəfsimizi islah etməsək, öz şeytani hisslərimizi boğmasaq və dini istəkləri, dini daha doğrusu göstərişləri, Allah qanunlarını öz istəklərimizin, öz şəhvani ehtiraslarımızın üzərinə qoymasaq, bu da bir hədisdir. Hədis deyir ki, müminin xüsusiyyətlərindən biridir ki, mümin Allahın istəyini öz istəklərinin üstünə qoyacaq. Belə bir Allahın istəklərini yuxarıda saxlayacaq. Amma biz belə eləmirik. Biz deyirik, müminik. Bax, namazımız da var, orucumuz da var, ibadətimiz də var. Amma Allahın əmrləri ilə öz istəklərimiz toqquşanda biz görürsən ki, Allahın əmrlərinin üstündən atlanıb keçirik, öz istəklərimizi üstün tuturuz. Bu müminlik olmur. Ona görə də bir adam namaz qılır, ibadət edir, həccə gedir, ona mümin deməzlər. Bir adam o zaman mümin olur ki, hədisdir bu. O zaman mümin olur ki, o Allahın istəklərini, Allahın vacibatını öz istəyindən, öz arzusundan yuxarıda tutar, yuxarıda saxlayar, dayandırar. O zaman olur mümin. Yəni seçim edəndə Allahın istəklərini, göstərişlərini üstün tutmalıdır. Ona görə də qardaşlar, biz əgər İmam Zamanın zuhurunun tezləşməsini istəyiriksə, biz gərək öz şəhvani hisslərimizin üzərinə bir dənə möhkəm möhür vuraq, bir dənə ağzına, o şəhvət hisslərimizin ağzına bir dənə yumruq vuraq və Allah istəklərini aparaq. Böyük alimlərdən birindən mən oxumuşdum, ya eşitmişdim ustadların sözündən, yadımda deyil, ya oxumuşam, ya eşitmişəm, amma böyük ariflərdən birinindir. Çox güman ki, bu Əllamə Təbatəbaiyə aiddir bu söz. İndi mən elə xatirimdə qalıb, dəqiq yadımda deyil, elə xatirimdə qalıb. Amma hər halda izləyicilərdən bunu dəqiq bilən olsa, bu qeyd etsin, əgər mən yanlış desəm. Belədir, kəlam belədir ki, bir cənnət insanın 2 addımlığındadır. Əgər bir adam 2 addım atsa, o mütləq cənnətə düşəcək. Birinci addımı qoyacaq öz nəfsinin, öz şeytani hisslərinin üstünə, ikinci addım onun cənnətə düşəcək. Ona görə də əzizlər, İmam Zamanın zuhurunu gözləmək də belədir. İmam Zamanın zuhuruna hazırlıqlar da belədir. Əgər biz birinci addımı öz nəfsimizin üstünə qoymasaq, şeytani, ondan sonra şəhvani hisslərimizin üstünə öz o addımımızı qoymasaq, öz şəhvani və şeytani hisslərimizi boğmasaq, onu din qanunlarına
təslim etməsək, nə qədər gözəl danışsaq da, nə qədər özümüzü dindarlığa vursaq da, nə qədər özümüzü mömin kimi aparsaq da, heç bir faydası olmayacaq. Çünki İmam-ı Zaman o cəmiyyət üçün gələcək ki, o cəmiyyət öz nəfsini taşıyır, o cəmiyyət özünü düzəldir, o cəmiyyət islah olur. Elə bir cəmiyyət formalaşdırmaq, elə bir cəmiyyətin mövcudluğu üçün biz əlimizdən gələni etməliyik. Onu da onun üçün də əlimizdən gələni etməliyik. O demək deyil, gedib nəsə bir dənə əlimizdə balta külün götürüb dağı eşəcəyik. Yox. Sadəcə içimizdəki o şeytani hissləri boğacaq, içimizi, özümüzü, çölümüzü, içimizi hamısını Allaha məxsus edəcəyik. O zaman bəli biz İmam-ı Zamanın gəlişinə hazırlıq işi görmüş oluruq. Baxın görün Allah nə gözəl Allahdır. Baxın görün İslam nə gözəl İslamdır. İslam deyir ki, sən istəyirsən ki, İmam Zamanın zuhuruna bir iş görəsən, özü güzəl, nəfsi güzəl, nəfsə tabi olma, şeytani və şəhvani hissləri qoy qırağa, Allahın qaydalarına, əmrlərinə taət elə, qeyd şərtli itaət elə. O zaman sən özü gördün ki, özünü düzəldən insanların cəmiyyətdə sayı çoxaldı və bir dənə İmam Zaman istəyən cəmiyyət formalaşdı. Allah əlbəttə İmam Zamanın zuhurunu təəccüb edirdi. Bu, Muhammed Baqir əleyhissalam, İmam Muhammed Baqir əleyhissalamdan bir hədis idi ki, mən oxudum, istədim ki, bu şəhadət günündə biz İmam Muhammed Baqir əleyhissalamın elmindən faydalanaq. İmam, bir daha təkrar edirəm, əziz imamımız bizə 3 dənə tövsiyə edir. Vacibləri yerinə yetirmək vaxtında dəqiq, ixlasla, qaçaqaçla yox, düşünərək, onu səmimi, düşmənimizi tanıyaq və İmam-ı Zamanımızın zuhurunun intizarında olaq. Özümüzü İmam Zaman üçün hazırlayaq, özümüzü onun üçün hazırlamaq. İmam-ı Zaman. Görsən, bir adam ki, birinin qarşısına biləcək, qonaq eləyəcək filan, qəşəng bəzənir, düzənir, ətirlənir filan, deyirsən, nə məsələdir? Bir qonağım gələcək, mən gələ özümü qonaq üçün hazırlayayım. Qonaq çünki mən gəlib tinti vəziyyətdə görsə, bu qonağa hörmətsizlik olar. Biz də gərək özümüzü İmam Zaman üçün hazırlayaq. Özümüzü İmam Zaman üçün hazırlamaq odur ki, bizim üzərimizdən İmam Zamanın qoxusu gəlməlidir. Bizə gəl İmam Zamana dostluqsa, İmam Zamanın qoxusu bizdən gəlməlidir. Elə bir vəziyyət yaratmalıyıq, özümüzü elə islah eləməliyik. İnşallah Allah bizə nəsib eləsin ki, biz İmam Zamanın həqiqi dostlarından, həqiqi yaranlarından, kömək edənlərindən, ondan sonra onun tərəfdarlarından, onun şiyələrindən Allah bizi qərar versin. Dəyərli izləyicilər, mən bir daha yeni qoşulan izləyiciləri salamlayıram. Hər birinə səmimi sayğılarımı, sevgilərimi bildirirəm, təşəkkür edirəm, var olun. Və bu günlər bilirsiniz ki, artıq aylardır İran deməli Epstein koalisiyası arasında bir savaş gedir. Bu barədə artıq deməli bir razılaşmanın əldə olunması ilə bağlı bəzi məlumatlar dolaşır, bəzi məlumatlar gəzir. Hansı düşərgən adamıdır? Mən istəyirəm həmən bu barədə Epstein koalisiyası ilə İran arasında gedən danışıqlarla bağlı Amerikada özə respublikaçıların bəyanatlarını sizin diqqətinizə çatdırın. Biz bu mövzuda dəfələrlə bu mövzulara toxunmuşuq, işarə eləmişik və hətta qərb deməli mütəxəssislərinin bu savaşda İranın qələbəsi ilə bağlı səsləndirdiyi fikirləri izləyicilərin diqqətinə çatdırmışıq. Bugün respublikaçılar da artıq bu etirafı edirlər. Respublikaçılar
hansı ki Trump'ın partiyasıdır və Amerika Birləşmiş Ştatlarına birlikdə demokratlarla respublikaçılar bunlar zaman zaman bir-birlərini hakimiyyətdə əvəzləyirlər. Joe Biden demokrat düşərgəsindən prezident idi, Trump artıq respublikaçılardandır. Və elə respublikaçı partiyasından respublikaçılar onlar deməli ABŞ-ın İran qarşısında məğlubiyyətini etiraf edən bəyanatlar səsləndirirlər. Mən icazə verirsinizsə, mən o barədə o səsləndirilən fikirlərlə bağlı bəzi nümunələri sizin diqqətinizə çatdırım. Deməli, ABŞ-ın başlıq belədir ki, ABŞ ilə İran arasında müharibənin bitməsi haqqında mümkün razılaşmanın imzalanması ərəfəsində Respublikaçılar Partiyasının bəzi nüfuzlu üzvləri bunu tənqid edirlər. Bu müharibənin ümumiyyətlə bitməsi ilə bağlı müəyyən fikirlər səsləndirilir. Düzdür, bu hələ real görünmür. Ona görə real görünmür ki, Trump administrasiyası, Epstein koalisiyası mümkün olmayan tələblər, şərtlər irəli sürürlər. İran da haqlı olaraq öz şərtlərini qarşıya qoyub və heç bir halda Epstein koalisiyasının haqsız irad və tələblərinə boyun əyməyəcəyini az qala hər gün İran rəsmiləri bəyanat verirlər, səsləndirirlər, qeyd edirlər və öz mövqelərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar. Budur, bu deməli qarşılıqlı ittihamlar, buna rəcəz də deyə bilərik, yəni bir-birlərinə rəcəz oxumaq və s. Bu göstərir ki, İran Epstein koalisiyası arasında davam edən müharibə indi talmat dövrünü yaşasa da və yaxud da pauza dövrünü yaşasa da bu müharibə bir tərəfin mütləq qələbəsi olmadan başa çatmayacaq. Mümkündür ki, bir müddət dayandırılsın, bu mümkündür. Ancaq tərəflərin birinin mütləq qələbəsi lazımdır ki, bu müharibə sonuclansın. Bu yaxınlarda mən 2 gün öncə İran rəsmilərindən biri bəyanatını oxudum. Deməli, növbəti dəfə müharibə başlayarsa Epstein koalisiyası ilə deməli, İran arasında İran rəsmisi bildirirdi ki, bu dəfə artıq biz deməli son qalibiyyətin yəni mütləq qalibiyyət yaşana qədər biz davam edəcəyik. Artıq bu əvvəlki müharibələr kimi olmayacaq və burada mütləq qalib tərəf açıq şəkildə bəlli olacaq. Təqribən belə bir həzmdə, belə bir mətndə bir bəyanatla oxudum İran rəsmilərinin tərəfindən. Əziz izləyicilər, ABŞ-ın keçmiş dövlət katibi Michael Pompeo mayın 23-də, yəni dünən deyir ki, razılaşma şərtləri Amerika First şüarı ilə uyğun deyil. Yəni Amerika First, Amerikanın birinciliyi, bir nömrəli Amerika, belə də tərcümə eləmək olar və bunların belə var da, düşüncələri var. İmperialist düşüncənin, ideyanın əsas məqsədi bundan ibarətdir. Dünyanın hər yerində Amerikanın maraqları birinci olmalıdır. Amerika birinci olmalıdır. Maraqları təmin olunandan sonra orada yerli xalqların, yerli dövlətlərin və s. maraqlarına baxmaq olar. Yəni, Amerika First şüarı bu imperialist şüardır. Michael Pompeo da dövlət katibi olub və o deyir ki, bu razılaşma şərtləri, yəni İran İslam Respublikası ilə Epstein koalisiyası arasında imzalanacağı gözlənilən razılaşma uyğun deyil. O bunu 15-ci ildə Obama administrasiyasının imzaladığı nüvə razılaşmasına bənzədir. Bilirsiniz ki, Obama 2015-ci ildə İran arasında bir nüvə razılaşması oldu və 17-ci ildə Trump o razılaşmadan çıxdı. Demək olar ki, bu həm ABŞ-ın diplomatik uğursuzluğu idi, məğlubiyyəti idi, həm də eyni zamanda ABŞ-ın
deməli, gücsüz bir durumda olduğunun göstəricisidir bu sazişdən çıxmaları. Pompeo İranla razılaşmanın səfahat kütləvi qırğın silahları proqramını bərpa edib, dünyanı terrora məruz qoymağını davam etdirmək şansı verə bilər. Pompeo əslində belə bir fikir səsləndirib ki, ya bu razılaşmalar olarsa, İran kütləvi qırğın silahın bərpa edəcək və s. və ilə axır. Bunun haqqında biz dəfələrlə danışmışıq. İranın hələ bu günə qədər nüvə silahını deməli, nüvə silahı hazırlamaqla bağlı, istehsal eləməklə bağlı konkret bəyanatı yoxdur. Bunun üçün bunu qadağan edən hətta fətva ortada var. Amma o deyir, çox tutuğun buraxmaz prinsipi kimi Amerika nümayəndələri də, ABŞ nümayəndələri də tutduğu dediklərini geri çəkilmirlər ki, güya İran nüvə silahı istehsal edəcək. Burada da əlbəttə bu bəyanatın bu hissəsini mən qətiyyətlə qəbul eləmirəm. Əslində burada mənim diqqətimi çəkən Pompeo'nun Sepahın qalib durumda olduğunu, İranın qalib durumda olduğunun etirafı kimi mən bu bəyanatı qəbul edirəm. Sonra Respublikası Senator Ted Cruz isə mayın 24-dən, yəni bugün İranla razılaşma ilə bağlı xəbərlərdən dərin narahat olduğunu bildirib. O bildirib ki, əgər ABŞ-ın hərbi addımlarından sonra İran rejimi uranı zənginləşdirməyə, nüvə proqramını inkişaf etdirməyə və Hörmüz boğazına effektiv nəzarət etməyə davam etsə, bu fəlakətli səhv olacaq və Trumpın elan etdiyi qırmızı xətlərdən qalmağa çağırır. Və Trumpın elan etdiyi qırmızı xətlərində qalmağa çağırır. Deməli, əzizlər, görürsünüz, bu bəyanat da açıq bir bəyanatdır. Artıq İranın gücü, qüdrəti Qərb bloku tərəfindən, Qərb mediası tərəfindən etiraf edilir. Çünki aylardır ki, Qərb mediası, xüsusən mason mediası İranı məğlub durumda göstərməyə cəhd edirdi. Amma artıq vəziyyət elə yerə gəlib çatır ki, həqiqətləri gizlətmək olmur. Hətta respublikaçılar özləri ABŞ-ın məğlub durumda olduğunu etiraf edirlər. Bu, İranın böyük qələbəsinin addım səsləridir və mən İran xalqını təbrik edirəm. Başqa bir respublikası senator Lindsey Graham isə İranla razılaşmanın İslam Respublikasının regional güc olmasını davam etdirməyə və uzun müddətdə İsrailin kabusu olmasına şərait yaradacağını bildirir. Artıq bu da bir respublikaçıdır. Respublikaçı deməli senatordur. O da etiraf edir ki, bu razılaşma Epstein koalisiyası ilə İran arasında razılaşma olarsa ki, bu razılaşmalar əlbəttə ki, İranın şərtləri çərçivəsində baş verəcək. O zaman artıq İranın regional güc olduğunun təsdiqi kimi olunacaq. Biz, yadınızdadır, bizi izləyən sabiq izləyicilərimizin, yəni xatırlayır, biz bu siyasəti həmişə izləmişik son vaxtlar və demişik ki, İran yeni dünya düzənində öz yerini möhkəmləndirir və demək olar ki, İran yeni dünya düzənində deməli, İran yeni dünya düzənində süper güclərdən, ya süper güc olacaq, ya süper güclərdən biri olacaq. Bu da bizim o səsləndirdiyimiz fikrin dolayısıyla təsdiqidir. Sonra davam edir ki, Lindsey Graham, o İranın Hörmüz boğazına və Fars körfəzlərinin neft infrastrukturun təhdidlərinin qalacağı halda regionda güc balansının Tehranın xeyrinə dəyişəcəyini söyləyir. Artıq bu şərtlər daxilində biz bunları günlərdir izah edirik, günlərdir bunları danışırıq. Azərbaycan izləyicilərinə izah etməyə çalışırıq ki, bugün Qərb mediası, mason mediası, Yahudi Zuhud mediası da belə də deyə bilərik, yalan məlumat verir, insanları İrana qarşı xüsusən müsəlmanları, müsəlman ölkələrini, məxsusən Azərbaycan xalqını İrana qarşı düşmənçilik fonunda, düşmənçilik atmosferində deməli, tərbiyələndirməyə çalışır.
Bunların verilən məlumatlar, etirazladıkları hadisələr, bunlar heç biri həqiqəti əks etdirmir. Həqiqət ondan ibarətdir ki, regionda vəziyyətin belə qalması belə yenə də İranın bu böyük uğuru deməkdir. Yenə də bu İranın uğurunu, nailiyyətini təsdiq edən amillərdir və biz artıq deməli, Respublikasının bu fikirləri təsdiqlədiyini şahid olduq, gördük. Trump administrasiyasında yaxın şərq üzrə keçmiş nümayəndə olmuş Morgan Ortagus isə Vaşinqtonda keçirilən yaxın şərq forumunda xəbərdarlıq edir ki, İran nüvə danışıqlarını zaman udmaq üçün istifadə edə bilər. Onun sözlərinə görə İslam Respublikası danışıqları uzadaraq təzyiqləri azaltmağa və öz bıçaqlarını illərlə saxlamağa cəhd edir. O, Trump'ı İranın taktiki tələsinə düşməməyə çağırır. Artıq bax, bizim bir daha bir proqnozumuzla yenə öz təsdiqini tapır. Biz deməli bu fikirdə olmuşuq və məsələləri də bu cür izah etmişik ki, bəli, Trump Amerika Birləşmiş Ştatlarını İranda böyük bir geri dönməzə sürüklədi, böyük bir təliyə saldı. Heç bir halda İranın, ABŞ-ın bu tələdən çıxma ehtimalı ya yoxdur, ya da günlər getdikcə bu ehtimal sıfıra yaxınlaşır və artıq Trump administrasiyasının öz keçmiş nümayəndələri belə deməli ABŞ-ın İranın tələsinə düşdüyünü etiraf edirlər. Bəli, əziz izləyicilər, mənim bu mövzuda çatdırmaq istədiklərim bunlar idi. Sizdən bir daha xahiş edirəm, kanalı David Cabbarlı YouTube kanalını bəyənməmişsinizsə bəyənin, kanala bəyənmələri artırın, kanala daha doğrusu abunə olmamışsınızsa abunə olun, bəyənmələri artırın, eyni zamanda yorum yazın və Səbinə xanım adlı bir xanım da yazır ki, danışıqlar baş tutacaq, İran hazır vəziyyətdədir, Trump özünün qələbə qazandığını qələmə vermək istəyir. Bu da bir görüşdür, belə həqiqətdir. Bəli, Trump həm də bu cür məsələnin indiki formada olması, bu cür uzanması və s. bunlar elə Trump administrasiyası üçün də uyğundur ki, bu fürsətdən istifadə edir. Trump özünü qalib kimi göstərir, ABŞ-ı qalib kimi göstərmək üçün bu indiki vəziyyət Trump'a da sərf edir. Ona görə də əlbəttə İran da belə bir vəziyyətdən istifadə edəcək. Biz hər zaman demişik, İran həm hərbi sahədə, həm diplomatiyada, diplomatik masada öz gücünü, qüdrətini ortaya qoyur və bu İslam dünyasının və xüsusən Şiə camiyyəsinin böyük iftiharıdır. Əziz izləyicilər, mən daha bir mövzuya keçmək istəyirəm. Əlbəttə ki, bu mövzu son günlər sosial şəbəkələrdə, Azərbaycan mediasında deməli müzakirəyə çıxarılan mövzudur. Əlbəttə, bu şaxtılığı ilə bağlı səsləndirilən fikirlərdir. Bilirsiniz ki, Fəzail Ağamalının qızı Günay Ağamalı adlı bir deputat belə deyə bilərik. Çünki bu adamlar həqiqi deputat deyirlər, bunlar xalqdan mandat almayırlar. Bunlar varislik formasında deputat kürsüsündə oturublar. Yarın yazıcılarsa keçənləri bu Fəzailin qızı ilə oğlu Elçin arasında Ana Vətən Partiyasının üstündə sədrlik postu ilə bağlı bunların arasında yaranan mübahisə, davadalar, qırğın və s. Bunlar hamıya gözünün qarşısında baş verdi. Hamı bilir bu mövzuları, bu mövzulara mən təkrar toxunmuram.
Sonra bu gəldi, indi də gördük ki, Fəzail Ağamanın qızı uşaqlığı ilə bağlı çox lazımsız ifadələr işlədi. Biz elə bunu Əngin uşaq formasında deyirik. Əzizlər, bir məsələni də diqqətinə çatdırın. Deməli, bilirsiniz ki, bizim canlıda çox insan çox izləyici qatılmır və bizim o kanalın balacalığı və bir çox demək olar ki, əxlaqdan kənar mövzulara toxunmamağımıza, sakit insanları maarifləndirməklə məşğul olduğumuza görə və emosiyasız, hayküysüz, təhqirsiz, şov yaratmadan və s. Bu cür təbliğat və maarifləndirmə işləri ilə məşğul olduğumuza görə də həm də bizim canlı yayıma qoşulanların sayı az olur. Mən bu canlı yayıma qoşulanları görürəm ki, adlarından artıq bir ailə kimi formatlaşır və təşəkkür edirəm, zaman ayırırlar, canlıda iştirak edirlər, fikir bildirirlər, rəy yazırlar, bəyənmə edirlər. Hər birinə mən xüsusi təşəkkürümü bildirirəm. Amma bir məsələdə bir qeyd də var ki, bəzən görürsən, bəziləri gəlir canlıda trolluqla məşğuldurlar. Əzizlər, mənim üçün önəmli olan sədaqətli, intellektual, özünə hörmət edən izləyicilərdir. Onlara demək istəyirəm ki, bu trolların davranışlarından, trolların yazılarından, yorumlarından qətiyyən rahatsız olmayın. Trollar onsuz da deməli, adları üstlərində trolldular. Bunlar nəsə yazırlar, nəsə pozurlar, nəsə güya bizim danışılarımızın əleyhinə nəsə bir kampaniya aparırlar. Bunlar bizim üçün çox önəmli deyil və heç bir halda da bizim deməli, bu bizi məqsəddən ayıra bilməyəcək, biz öz təbliğatımızı davam etdirəcəyik. Trollara da həm də müraciət edirəm ki, özünü yormayın, vaxtını burada boş yere keçirtməyin. Onsuz da sizi burada deməli, nə qədər qanqaraçılıq yaratmağa çalışsanız da sizi dinləyən olmayacaq, yoxdur sizi dinləyən. Gidin başqa yerlərdə eşələnin. Biz burada deməli, Azərbaycan xalqını maarifləndirən çıxışlar eləyirik, təhlillər eləyirik. Xoşu gəlməyəncə burada qalıb dəyərli izləyiciləri, sadiq izləyicilərin önünü bulandırmasınlar. Beləliklə, biz uşaqlığı ilə bağlı məsələlərə toxunmaq istəyirik. Əsasən bizim əslində son bir həftədə start verdiyimiz mövzu Azərbaycan dövlətinin hüquqi prinsiplərdən uzaqlaşması və hüquqi dövlət statusunun itirilməsi ilə bağlı açıqlamalarımızdır. Bugün elə biz bu fonda danışmaq istəyirik canlının davamında. Əlbəttə ki, artıq deməli, Azərbaycan dövləti hüquqi dövlət prinsipini artıq itirib, əvvəlki çıxışlarımızda bunlara toxunmuşuz. İndi də görürük ki, bəli, Günay Ağamalı kimi deputatlar, təyinatlı deputatlar, bəlkə də biz elə uyğun terminlər seçək ki, həm də ki, topuqluq kimi qəbul olunmasın. Təyinatlı deputatların bu cür fikirlər səsləndirməsi, mən hesab edirəm ki, onların öz düşüncələrinin məhsulu deyil, onların öz ağıllarının məhsulu deyil. Çünki bugün ölkəni idarə edən bir ailə var və bir neçə ailədə o ailəyə xidmət edir. Amma bir ümumilikdə bəziləri bu fikri belə səsləndirirlər ki, ölkəni bir neçə ailə idarə edir, bir neçə ailənin məsuliyyətlərindədir. Məsələn, mən düşünürəm ki, bu bir neçə ailə deməklə bəziləri hədəfi uzaqlaşdırırlar. Yəni, hədəf kimi ilhamı deyil, bir neçə ailə ölkəni idarə edir, fikrini səsləndirməklə əslində əsas ailəni hədəf taxtasından çıxardırlar. Ondan elə düşünmürəm, mən düşünürəm ki, bəli, əzizləyicilər, bugün Azərbaycanı bir ailə idarə edir və bu baş verənlərin hamısında da əsas günahkar bir ailədir, o da Əliyev ailəsindədir. Əliyev tayfa rejimi bir ailə olaraq ölkədə baş verən bütün cinayət əməllərinin, bütün çatışmaz hadisələrin cavabdehi məhz Əliyev
ailəsidir, Əliyev hakimiyyəti. Bu uşaq pullarının verilməsi də, bunlar da hamısı Əliyev hakimiyyətinin, Əliyevin, bu bir ailənin deməli siyasətdir. Əvvəla mən onu deyim ki, bəzən uşaq pulu ilə danışanda hökumət özünü öldürür ki, hökumət nümayəndələri Azərbaycanda müxtəlif kateqoriyalar üzrə uşaq pulları verilir. Bəli, verilir. Hansı ki, onlar yüksək dövlət postlarında çalışırlar və dövlətdən yüksək miqdarda əmək haqqları alırlar. Haqq etmədikləri əmək haqqını alırlar. O əmək haqqlarını haqq etmirlər. O əmək haqqları onların burnundan gələcək. Və bəzi kateqoriyalar dediyim kimi, onlar üçün uşaq pulu verilir. Uşaq pulu, dövlət onlara uşaq pulu verir. Amma dövlət uşaq pulunun bir uşaq pulu deyəndə deputatların, məmurların uşaqlarına verilən uşaq pulundan söhbət edir. Bir uşaq pulu deyiləndə əhalinin orta hissəsi, orta təbəqəsinin uşaq pulu almamasıdır. Və Günay İbrahimova deyir ki, əgər uşaqlar uşaq pulu verilərsə, o zaman insanlar işləməyəcəklər və s. Əzizlər, baxın, Azərbaycanda ümumiyyətlə nə qədər uşaq pulu verməyi bunlar düşünürlər. Ümumiyyətlə, hökumət nə qədər uşaq pulu vermək istəyir? Və yaxud da sualı belə qoyaq. Bu günə qədər Azərbaycanda nə qədər uşaq pulu verilir? Mən Sovet dövründə 12 manat idi. Sonra da o Şirvan dövründə səhv etmirəm ki, bir Şirvanca da oldu. Və 2005-ci ildən də deməli bu uşaq pulunun dayandırılır. Təqribən həmən ildə də elə deməli manatın yenilənməsi prosesi baş tutdu və artıq deməli Şirvan Məmmədəmin o dövrlərdən keçdi yeni pul vahidinə. Daha doğrusu manat belə sıfırlar götürüldü də sıfırlar götürüldü. O dövrdə yəni 2005-ci ildə, 2004-cü ildə əgər bir Şirvan uşaq pulu alınırdısa, indiki manatla o da 2 manat deyirdi. 5 Məmməd yəni 1 manat etdi. Bir Şirvan təqribən pul dəyişiləndə elədi 2 manat. Biz onu laf elə fərz edək, indiki dövrə qədər əgər o pul qalmış olsaydı, uşaq pulu verilərdisə, onu biz 10 dəfədə üstünə gəlmiş olsaydı, yəni artım baş versəydi, hər dəfədə zaten 5 manat, 3 manat artım baş verir də. Yenə də məsələn uşaq pulunun məbləği gəlib, ən çox halda, yəni ən yaxşı halda 100 manata gəlib çatacaqdır normalda. Və indi özünüz düşünün, əgər bir uşaq pulu 100 manat verilirsə və indiki hesablamalar da zaten onu göstərir. Yəni Azərbaycan hakimiyyəti uşaq pulu ilə bağlı qərar verərsə, nə qədər uşaq pulu verəcək? 100-150 manat təqribən, ondan artıq verməyəcək. İndi ailələrdə nə qədər uşaqlar var? Məhz bu uşaqların sayının azalması və uşaq pullarının verilməməsi nəticəsində. İndi ailələrdə təqribən 1-2 uşaq dünyaya gəlir. Və biz bunların hamısını da götürüb hesablasıq. Görək ki, məsələn, Günayin elə o Fəzailin qızının, bilmirəm, övladı vardı, yoxdur. Amma 2 dənə uşağı var, 3 dənə uşağı var və da üst-üstə 300 manat pul eləmir. 300 manat pulla uşaq ailə dolandırmaq olurmu indi? Bəlkə də Fəzailin qızının bir sumkası, əl sumkasının qiyməti 3000-dən başlayır, 10.000-dən başlayır. Bir koftası, bir gödəkçəsi, ətəyi, ondan sonra bir ayaqqabısının, baxın indi onun, məsələn, Milli Məclisə gələndə onun ümumi üzərində olan geyiminin qiymətini hesablayanda görün nə qədər ailəyə uşaq pulu vermək olar. Onun bir dəfə geyindiyi paltarın qiymətini biz neçə dənə ailəyə uşaq pulu verə bilərik. Ailəyə. Əzizlər, deməli, məsələ burada uşaq pulundan gedirsə, biz bir nüansı diqqətə çatdırmalıyıq. Əvvəla, diqqətə çatdırmalı nüans ondan ibarətdir ki, uşaq pulu ilə bağlı səsləndirilən bu fikirlər, bunlar mən hesab edirəm ki, bir mənalı olaraq hökumətin özünün
zaman zaman dövrəyə buraxdığı və insanların diqqətini bu istiqamətdə boş-boş müzakirələrə, boş-boş ümidlərə bəzən də yönləndirmək planının tərkibidir. Burada Günaydı, ondan sonra orada məsələn Elçin Mirzəbəylisindən tutmuş, Hikmət Babaoğlusuna qədər və digər deməli orada deputat kimi ora göndərilən şəxslərin hər hansı bir təklif səsləndirmələri, hər hansı bir fikir səsləndirmələri onların ona icazə edir. Bunu hamı bilir. Hamı bilir ki, onlar heç bir halda deməli hökumətin xoşuna gəlməyən, konkret olaraq İlham Əliyevin xoşuna gəlməyən bir məsələni parlamentdə qaldıra bilməzlər. Bir təklifi orada səsləndirə bilməzlər. Və bugün belə bir vəziyyətdə əgər bir adam durub məntiqsiz danışırsa, boş-boş danışırsa, bu əslində məntiqsizdir. Adamı gülərlər. Kimə desən ki, məsələn, uşaq pulu ona görə verilmir ki, valideynlər tənbəl olacaq, işləməyəcək, çalışmayacaqlar. Bu bir gülməli məsələdir. Çünki dünyanın heç bir yerində belə şey yoxdur. Dünyanın heç bir yerində və ailələr uşaq pulları ilə, sırf uşaq pulu ilə dolanmırlar. Heç bir yerdə. Yaşadığımız Almaniyada, məsələn, minimum əmək haqqının təqribən 1000-in üzərində, 1000 euronun üzərində olduğu bir ölkədə uşaq pulu 259 eurodur. Hər uşağa görə verilən uşaq pulu 250, yəni dəfələrlə azdır. Uşaq pulu ailənin dolanışını, heç bir ölkədə verilən uşaq pulu ailənin dolanışını tam təmin edə bilmir. Və bu sadəcə olaraq ailədə çatışmayan şeyləri deməli təmin etmək üçündür. Və yaxud da ailədə uşaqların sayının artırılması üçün verilən bir təzminatdır. Və yaxud da dövlətin ailəyə və uşağa diqqətini göstərdir. Dövlət gələcəyi ilə maraqlanmaq üçün əslində uşaq pulu dövlətin gələcəyə qoyduğu investisiyadır. İnsana qoyulan investisiyadır. Çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti, Azərbaycan dövlətinin, Azərbaycan xalqının nə bu gününə, nə də gələcəyinə bir qəpik pul xərcləmir. Ancaq xərclədiyi dövlətin pulunu ancaq xərcləyir öz mövcudluqlarını qorumaq üçün, öz şəhvətlərinə görə, öz ehtiraslarına görə dövlətin, xalqın, bu ölkənin vətəndaşlarının bu gününə, gələcəyinə bir qəpiklə pul xərclənir. Bu hansı məntiqləndir? Biz duraq deyək ki, uşaq pulu verilsə, valideynlər işləməyəcək. Ayıbdır vallahi. Və bu ayıbı biz bilirik ki, burada böyük bir məntiqsizlik var, burada böyük bir uçurum var, burada böyük bir saymamazlıq var. Həm də ki, bu saymamazlıq, yəni özünə hörmət edən deputat kimi indi orada azdan çoxdan bunlar kitab oxuyurlar, azdan çoxdan bunlar universitet bitiriblər, azdan çoxdan bunlar medianı izləyirlər. Bunlar bilirlər ki, mən bu fikri səsləndirsəm, gülünc hədəfinə çevriləcəm. Amma buna baxmayaraq yenə də bu fikri səsləndirirlər. Çünki bu fikir əslində Azərbaycan xalqını ələ salmaq üçündür. Azərbaycan xalqı ilə məzələnmək üçündür. Mən hər dəfə bu ayəni deməkdən deməli, yerinə düşər ki, bu ayəni izah edeyim. Firon öz qövmünü alçatdı və qövmü də onun alçatmasını qəbul etdi. Çox təəssüflər olsun. Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı İlham Əliyev tərəfindən hər gün alçaldılır. Azərbaycan xalqı da bu alçaqlığı qəbul edir. Problem budur. Uşaq pulu qoyuruq qırağa. Bunlar hamısı sadəcə görüntülərdirlər. Və yaxud da bunlar hamısı hökumətin təhqir elementləridirlər. Bu olmasa başqa bir təhqir vasitəsi ilə təhqir edəcəklər. Baxır görürsünüz də, hər bir halda, məsələn, biz görürük, bu deputatlar, hökumətin mirzələri Azərbaycan xalqını necə təhqir edirlər, necə alçaldırlar. Bu uşaq pulu məsələsi ondan biridir. Hakimiyyət hər dəfə bu mövzunu yada salmaqla sanki diş qıcıyır. Xalqa diş qıcıyır ki, bax, mən sənə uşaq pulu vermirəm. Ona görə ki, vermirəm ki, sən doğub atmayasan, sən uşaq dünyaya gətirməyəsən, sən gələcəklə bağlı hər hansı bir plan qurmayasan. Əzizlər, uşaq olmayan ailənin Azərbaycanda, uşaq olmayan ailənin aqibəti necədir? Biz axı
Azərbaycan cəmiyyəti uşağa bağlı bir cəmiyyətdir. İndi gör nə vəziyyətimizə gəlib olacaq. Azərbaycan cəmiyyəti bir şəxs uşaq üçün nə qədər valideynlər mən rast gəlib ki, mənə deyiblər, ilahi, bir dənə uşağım olsun, xəstə olsam, bir dənə uşağım olsun, mənə sonsuz deməsinlər. Mənim dənə uşaq. Yəni, milyonların xərcləyən ailə ki, bir dənə uşaq sahibi olmaq üçün milyonların xərcləyən ailə, indi görürsən ki, uşaq vecinə də deyir, dirək lazımdır, bir dənə it saxlayaram. Bakıda artıq, Bakıda və müxtəlif rayonlarda artıq ailələr it saxlayır. Uşağa meyilli yoxdur. Bax, bu niyə? Dünyada belə bir ikinci ölçü yoxdur ki, dövlət vətəndaşların təbii davamının, təbii artımının sürətlə qarşısını alır. Dövlət ölkədən vətəndaşların çıxmasını sürətlə özü təmin edəsin. Bax, Bakı, Tiflis, Bakı, Qatarı yaptırır. Bu barədə sabahki canlıda mən ətraflı danışacağım. Bu günləri ona görə ayırmaq istəmirəm. Amma hələ ki bir tərəflidir Qatar biletləri. Bu deməkdir ki, çıxın ölkədən, geri qayıtmayın. Sizə yaxşı yol. Çıxın, gedin, hara istəyirsiniz. Necə ki, İlham Əliyev bundan bir neçə il əvvəl özü açıq şəkildə dedi ki, mən belə idarə edirəm ölkəni, kimin xoşu gəlmirsə çıxsın getsin. Bu ölkə prezidentinin vətəndaşlara belə deməyə hansı haqla belə deyir? İlham Əliyev əgər xalq tərəfindən seçilsəydi və növbəti seçkilərdə yenə xalqın səsinə ehtiyac duysaydı, bu mövqeydə olmazdı. Bu əksinə vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətdə addımlar atardı. Əzizlər, əslində bunlar üçün keçmiş zamanda deyirəm. Olardı, edərdi, amma da edə bilmir. Ola bilmir və olmayacaq. Uşaq pulunun verilməsi Azərbaycan gələcəyinin təminatıdır. Azərbaycan dövlətinin, ümumiyyətlə dövlətin vəzifəsi budur ki, vətəndaşların təhlükəsizliyini təmin etsin. Həm indiki, həm gələcək təhlükəsizliyini qorusun. Amma bu dövlət artıq vətəndaşların təhlükəsizliyini təmin etmək gücündə deyil. Yəni, nə deməkdir bu? Yəni, dövlət artıq hüquqi prinsiplərini itirib, artıq dövlət, hüquqi dövlət hesab olunmur. Olunmamalıdır. Bunun da bir mənalı olaraq yeni bir dövlət modelinin yaranmasına ehtiyac var. Biz günlərdir bu mövzunu danışırıq, araşdırırıq, təqdim edirik. Uşaq pulunu budur, baxmayın ki, uşaq pulu bizim dövlətin strategiyasıdır. Uşaq pulu elə bir məsələ deyil. Uşaq pulu dövlət strategiyasıdır. Dövlət gələcəyə, dövlətin gələcəyə qoyduğu investisiyadır. Deməli, əgər bir adam, məsələn, fərz edib bir dənə tacir hər hansı bir ticarətində də artıq investisiya qoymur. Bu nə deməkdir? Bu artıq, deməli, ticarətinin gələcəyinə inanmır da bitirir, hər şeyi qapadır. Bir qədər mənim artıq biznesim bura qədərdir. Biznesinə investisiya qoymayan artıq biznesmə məlum ki, artıq bu bizneslə məşğul olmaq istəmir. İndi biz bunu dövlət ağlı ilə, qafası ilə düşünsək, dövlət öz gələcəyinə investisiya qoymur. Öz gələcəyini qarantı almır. Bunu da biz ancaq dövlət gələcəyini qarantı alan amillərdən biri də uşaq pulunun verilməsidir. Bunun başqa adın bütün hüquqşünasları toplayın, gəlsinlər, desinlər ki, sən düzgün izah vermirsən, sən yalan danışırsan. Bu zaman buyurub gəlsinlər, özləri təqdim eləsinlər, görüm ki, Azərbaycan uşaq pulunun verilməməyi ümumiyyətlə nə deməkdir? Uşaq pulunun verilməməyi nə deməkdir? Hansı ki, Sovet dövründən, Sovet Azərbaycanı dövründən düzdür, məbləğlər aşağı olub, az olub. O uşağın ümumi bir neçə gün xərcini ancaq əhatə eləyə bilir. 12 manat o vaxt bir uşağın xərc eləyə, o bir həftəlik geyimi yəni eləyə bilərdi. Bir həftə də çoxdur. Amma bir stimul idi. Dövlətin ailəyə, uşağa, gələcəyə diqqəti idi. O 12 manatda o məbləğin qoyuruq qırağa.
o uşaq pulunun mövcudluğu bir dövlətin gələcəyə dediyim kimi qoyduğu investisiyadır. Gələcəyə ayırdığı diqqətdir. Amma Azərbaycan hakimiyyəti artıq bu diqqəti çoxdan unudub və bu da o deməkdir ki, Azərbaycan hakimiyyəti artıq dövlətin hüquqi dövlət olduğunu artıq unudub. Bu bir hardasa şahlıq rejimi kimi bir rejimə keçir. Çox güman ki, burada biz bu məsələni də qaldırmalıyıq ki, əgər tezliklə Azərbaycanda bu iflic olmuş dövlət modeli ləğv olunur, yeni İslam qanunlarına əsaslanan bir dövlət modeli təlif edilməsə, təsis edilməsə, o zaman çox güman ki, elə bu Azərbaycan dövlətinin adını Əliyev dövləti kimi də səsləndirmək olar. Artıq burada hüquqi dövlət prinsipləri hamısı gedir sual altına. Gedib artıq, gedib sual altına. Hüquqi dövlət prinsipləri getmişdir sual altına. İndi bu uşaq pulu və bu kimi digər mövzularda artıq bu hüquqi dövlət xarakterlərini, xasiyyətlərini bir-bir iflic edir, bir-bir sıradan çıxardır. Əzizləyicilər, əlbəttə, uşaq pulu məsələsi ciddi bir mövzudur dediyim kimi və bu bir mənalı olaraq Əliyev hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Bu Günayın, bu Kemal Abdullah'ın, ondan sonra bu Elçin Mirzəbəylinin, bu Hikmət Babaoğlu'nun və digərlərinin adlarını sadalamaqla bu mənfur insanların, bitməyən şəxslərin düşüncəsindən asılı deyil. Bunlar kimdirlər ki, durup desinlər, uşaqlığı belə deyirlər. Və yaxud da bunlarla başvuran, məsələn, o adamlar da elə güya Günay Ağamalı durur deyir ki, uşaq pulu verəndə valideynlər işləməyəcək. Ona da cavab yazırlar ki, sən əsaslandırırsan, sən səhv deyirsən, falan deyirsən. O cavab yazanların özləri də belə demirlər ki, ay Günay, sən kimsən axı? Sən bu sözü dedizdirən deyir. Uşaq pulu, Günay yoxsa uşaq pulun bir mənalı olaraq İlham Əliyev qoymur verməyə. Buna kimi ki, Milli Məclisdə o qərar layihəsi gətirib təqdim olunsa da ki, ay deputatlar, uşaq pulunun verilməsi ilə bağlı bu qərar layihəsini müzakirə edin və bunu ya təsdiq edin, ya ləğv edin. Bu hal təqdim olunsa da yenə də onların öz ixtiyarlarındadır ki, öz istəkləri ilə, öz iradələri ilə bunları səs versinlər. Əgər elə bir qərar layihəsi olacaqsa, İlham Əliyev göndərəcək, gedirəm, buna səs verin, rəsqalan. Səs ver, bitdi, əmr formasında. Tənqid ediləyəni, bax, bir eybəcər bir görüntü yaranıb əslində olsa da. Bir qrup, elə İlham Əliyevin bir komandası, komandasının bir hissəsi daha doğrusu, çıxır, deyir, uşaq pulu vermək lazım deyil. Komandasının bir tərəfi ilə deyir ki, uşaq pulu vermək lazımdır. Başlayırlar burada bir qırğın salmağa. Üzr istəyirəm, bu sanki bir xoruz döyüşdürmək kimi bir şeydir. Və İlham Əliyev və onun sadiq ətrafı, onlar da kənardan oturub belə əl çalırlar, gülürlər. Bu ortada olan 1000 nəfər orada olsun, 1000 nəfər burada. Bu desin uşaq pulu ver, o desin uşaq pulu verilməməlidir. O bu cür əsaslandırsın, bu cür əsaslandırsın. Nəticə sıfır. Nəticə biraz da insanların dövlətə, vətənə, millətə olan sevgisini öldürmək, etibarını azaltmaq, inamını azaltmaq. Başqa heç nə deyil. Heç nə. Bir məsələ var. Biz artıq bu hakimiyyətdən, bu Əliyev tayfa rejimindən nəyinsə icrası üçün tələb etməyə lüzumsuzdur. Heç bir mənası yox. Bir dənə tələbimiz bundan ibarətdir. Azərbaycan dövləti artıq iflic vəziyyətdədir. İslam əsaslarına söykənən bir yeni dövlət modeli formalaşmalıdır. O modeldə uşaq pulu da olacaq. O modeldə bütün vətəndaşların sosial təminatları hamısı yer alacaq. O modeldə gələcəyin inkişafı ilə bağlı
ciddi bir milli doktrina olacaq. O modelin əsasını əlbəttə xalqın rifahı təşkil edəcək. O dini modeldə insan faktoruna, gələcəyə ciddi şəkildə dövlət investisiya gətirir. Azərbaycan indiki hakimiyyət kimi yox, investisiyanı gedib Suriyada yatırır. Gedir dövlətin pulunu Fransada, İtaliyada kilsələrlə məşğuldur, kilsələr düşməklə məşğul dağıdır. Və yaxud da Rus onu çetirdi, beynəlxalq şəhər salmaq formur. Heç demir ha, nə qədər pul xərcləndi, nə qədər nə oldu. Haradadır Azərbaycanın o güya qeyrətini çəkən oğlanlar? Biri durub bir yerdə deyir ki, mən məsələn Azərbaycanda bəzi adamlar var, heç onları adam görüşmək istəmir onlarla. Tez oradan birin özünü atır ortaya, sən niyə belə danışırsan? Bəli, mən ona görə belə danışıram ki, biz ona görə belə danışırıq ki, biz çəkinmədən, qorxmadan, dini əsaslara söykənərək məsələ qoyuruq ortaya ki, ay İlham Əliyev, bu ölkənin varidatı, bu ölkənin büdcəsi sənin qədiyindir, sənin şəxsi malındır, bu xalqındır. Bunun hesabatını verməlisən. Sən amma sənin kimilər hesabat tələb etmək əvəzinə qorxuzdan Azərbaycanda bir balaca eviniz var, ya pulunuz var, nəyiz var, gedib rahat gedib gələ biləsiniz deyə qorxudan sizin əlinizdən tutub almasınlar. Mən bilirəm, ondan qorxursunuz. Gedəndə elə fikirləşirsiniz ki, əlinizdən tutub alacaqlar. Yəni, nə məcburdur? Bu cür öz əlindəkin, ehtimal da bu. Bu ehtimalla ki, məni tutacaqlar, əlimdəkin tutub alacaqlar ehtimalı ilə sən durub bir dənə ibadət ocağının bağlanması ilə bağlı yalandan, böhtan şair yayırsan. Qorxmursan Allahdan. Ciddi mövzulardır. Bunlar elə bilməyin ki, burada gedir qutarı istəyirdir. Bunlara görə, hər birinə görə hələ həm bu dünyada zalimə dəstək olduğuza görə cavab verəcəksiniz. Həm də ahirətdə böhtan atdığıza görə. Böhtan atdığıza görə, şər atdığıza görə ibadət mərkəzinin, Hüseyniyyənin, məscidin bağlanmasını, ora insanların gəlməsinə maneələr yaratdığıza görə hamımız İmam Zamanın və Allahın qarşısında cavab verəcəksiniz və bir yerdə çəkər, İmam Zaman mərkəzi var, bir yerdə çəkər orada Allaha ibadət verilir və heç bir şəxsi marağı yoxdur. Kimsə qalxıb orayla mübarizə aparırsa, o Allahla və İmam Zamanla mübarizə aparır. Onlarla da inşallah onlardan alacaq mükafatını. Ya yaxşı yapmış, onlardan alacaq. Əzizlər, çox təşəkkür edirəm. Mən canlını yekunlaşdırmaq istəyirəm. Mən çox minnətdaram ki, yorumlar yazmışsınız, şərhlər yazmışsınız, amma bu olduqca çoxdur. Mən indi bu dəqiqə bunları baxıb hamısını o iqtidarda deyiləm, o gücdə deyiləm, amma inşallah yazılan yorumlara mən diqqət edirəm, vaxt ayıram, onları izləyirəm, baxıram. Uyğun olanın növbəti canlıda uyğun olanını biz səsləndirəcəyik, fikir bildirəcəyik. Hər halda mən bütün canlıda olan qədir qardaşlarımıza təşəkkür edirəm. Əzizlər, sonda bir daha xahiş edirəm. Canlını bəyənin, bir dəfə paylaşım edin. David Sabbağı YouTube kanalına əgər abunə olmamışsınızsa, abunə olun ki, bizim canlılarımız anında sizin qarşınıza. Onda bir şey deyim ki, əzizlər, bizim üçün əlbəttə önəmlidir. Biz bilməyək önəmlidir. Bəli, önəmlidir. Bizim canlıları daha çox insan izləsə, bu önəmlidir. İzləməlidirlər. Bizim elə məqsədimiz odur ki, daha çox insan. Amma biz insanın sayına yox, insanın keyfiyyətinə diqqət edirik. Biz istəyirik ki, insanlar ayrılsınlar. Biz istəyirik ki, insanlar həm bu dünyaların, həm o dünyaların düşünsünlər. Düzgün mövqeyə gəlsinlər. Biz istəyirik ki, Azərbaycan xalqının, Azərbaycan əhalisinin
bu yaşayışı hak etmediğini insanlar başa düşsünler. Bu insanlar başa düşsünler ki bu bir aile bizim hayatımızı çala bilmez, oğurlaya bilmez. Biz buna dözməməliyik, biz buna etiraz etməliyik və bizim istəyimiz bundan ibarətdir. Bunun üçün çalışırıq. Ona görə də komanda şəklində bu işi qabağa aparmalıyıq. Biz danışırıq, araşdırırıq, faktları ortaya qoyuruq və sizin də üzərinizdə vəzifə budur ki, paylaşımlar edin, yayını bəyənin, ondan sonra yorumlar yazın, daha çox insanın qarşısına. Baxın, sizin üzərinizə yalnız bir düyməni basmaq düşürsə, bizim üzərimizə saatlar bu işə sərf etməliyik. Ona görə də əl-ələ verməliyik və bir bu işdən heç bir zaman yorulmayacağıq. Bu zalim, qəsbkar, quldur ailə hakimiyyətini ifşa etməkdə və eyni zamanda yeni İslam əsaslı dövlət quruluşunun, dövlət modelinin qurulması istiqamətində biz əlimizdən gələni edəcəyik və bütün fəaliyyətimizi bu istiqamətdə yönləndirəcəyik inşallah. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Əzizlər, hamınızı qıda və mərhəmətli Allah'a tapşırıram. Allah'ım anda